Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərim. Bu günləri TikTokda, canlıda, baxın, şorqoğal bişirdim. Buyurub mənə belə zakaz eləyə bilərsiniz. Şor, şirin qoğal, yeməklər, şirniyyatlar, paxlava, ürəyiniz nə istəyir, dolbuğa, yəni nə istəyir bu gözəl xanım bişirir. Özümə qurban. Yəni ki, buyurub mənə sifariş eləyə bilərsiniz, sevə-sevə bişirərəm. Bir dənə də inşallah mənə qalar, onu da sizə dadını göstərərəm. Bu videomu bəyənin, takib atın, məni çox sevindirərsiniz. TikTok səhifəm, Instagram, YouTube səhifəmi izləmədə davam eləyin. Öpürəm sizi, məni sevənlər, yaxşı ki varsınız. Ürəklərim, bir dənə də istəyirəm sizə göstərim. Bir dənə gilə bu qaldı mənim üçün. Zakaz eləyənin 20 dənə zakaz eləyib. Bir dənə baxın, bir dənə baxın. Eşidirsiniz? Xırt-xırtına bax. Bir dənə içliyinə də baxay. İçliyinə baxın, nə gözəldir. Boldur, boldur. Bax. Bol yəni doludur. Bu arada mən talışam. Bax, siz haralısınız? Hardan izləyirsiniz məni, ürəklərim? Məni Azərbaycanın bütün yerindən bilirəm, izləyirlər. Burada hamıya salam deyirəm. Öpürəm sizi, yaxşı ki varsınız. Xarici ölkələrdən də izləyirlər. Allah sizi qorusun. Hamıya sağ ol deyirəm buradan. Öpürəm sizi, videolarımı bəyənirsiniz, takib eləyirsiniz. Yəni, ürəksiz bir dənə istəyirəm biraz dadına baxım. Çox dadlıdır. Və əllərimə sağlıq. Deyirlər, kökəlirsən, dostlar. Kök deyiləm, baxın. Yəni, kök deyiləm. Köstü, vaxtında yeyə bilmirəm, ona görə kökəlmirəm. Amma siz üçün bu yenə də belə olmağım kökdürsə, mən özümü kök saymıram. Yəni, 55 kilo gəlirəm. Ona görə yeyin, heç vaxt qorxmayın. Bir də həmişə deyin ki, kök deyiləm, belə deyin. Çünki deyəndə ki, köksüz, biraz da kök olarsınız.